Hər kəsi təbrik edirəm. Dostlar, hər kəs indi bayram süfrəsindədir, hazırlaşır və yeni ili qarşılamağa hazırlaşanda da hər kəsin süfrəsində heç nə olmasa belə aş var. Çünki bu bizim milli yeməyimizdir. Çox sevirik plov bişirməyi. Və diyeta saxlayan insanlar da fikirləşir ki, görəsən yediyim aş mənə zərər verərmi, diyetamı pozurmu? Amma fikir vermək lazımdır ki, aş bişirəndə problem düyüdə deyil. Problem onu bişirmək qaydasındadır ki, biz arıq qalaq, normal şəkildə qalaq, yaxud da kilo alaq. Deməli, aş bişirərkən nəyə diqqət etmək lazımdır? Duz çox atmırıq. Niyə? Çünki duz orqanizmə ziyandır, təzyiqin qalxmasına səbəb olur. Bir çox zərərləri var. Yağ, çoxlu yağlı eləmirik aşı. Dadlı olacaq deyə çox yağlı eləmirik. Yumaq, çox yumaq lazımdır. Ona görə ki, çox yuyanda suda saxlayıb sonra da kraxmalını yaxşı yuyanda, kraxmal yəni nişasta yaxşı gedir düyüdən. Ona görə də düyünün daha yüngül olmasına səbəb olur orqanizm üçün. Hamınıza gözəl bayramlar arzulayıram.